Türk Dövlətləri Təşkilatının VUFO-13 çərçivəsində yüksək səviyyəli tədbiri keçirilib. Bu dəqiqələrdə davam edən toplantıda hansı məsələlər gündəmdədir? Bu barədə əməkdaşımız Lalə Allahverdiyeva məlumat çatdırır. Lalə, salamlayıram sizi. Our flagship Baku Master Plan 2040 moves the capital toward the polycentric people center. Hər vaxtınız xeyir, VUFO-13 çərçivəsində Türk Dövlətləri Təşkilatının yüksək səviyyəli şəhər dialoqu keçirilir. Tədbir çərçivəsində Türk dövlətləri arasında şəhər salma, mənzil siyasəti, dayanıqlı inkişaf və rəqəmsal şəhər idarəetmə sahəsində əməkdaşlıq müzakirə olunacaq. Forumun əsas mövzuları isə təhlükəsiz və dayanıqlı şəhərlər, mənzil və yaşayış məsələləri, ağıllı şəhər və rəqəmsal həllər, iqlim dayanıqlığı və regional urban əməkdaşlıq mövzularına əhatə edir. Qeyd edeyim ki, tədbir Türk Dövlətləri Təşkilatı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil olunub. Hələ isə mənim çatdırmaq istədiklərim bundan ibarətdir. Söz sizdədir. Təşəkkür edirəm sizə, Lalə, məlumatlarınız üçün.